Hamıya salam, mən Qaja Akademidən Sona müəllimə. Artıq videonun da adından bildiyiniz kimi, həyəcanla daxil olduğunuz kimi bu videonun adı ingilis dilində əlifbadır. Deməli, əlifba biraz uzun məsələdir, çünki ingilis dilində 26 dənə hərf var, 44 dənə səs var. Bu o deməkdir ki, bir hərf bir neçə səsi verdiyi üçün oradakı səslərin sayı, hərflərin sayı nisbətən daha çox olur. Amma ingilis dilindəki olan əlifbanın sayı 26 dənə hərf var. Deməli, ən öncəliklə mən əlifbanın adını, yəni daha düz sıralamasını deyəcəm. Daha sonraki etapda siz mənlə bərabər onu təkərləməlisiniz. Deməli, ingilis dilində hərflər iki cür olur. Capital letters, lowercase letters. Yəni, capital letters böyük hərflər, lowercase letters isə kiçik hərflər deməkdir. Yəni, A. Capital A, lowercase A. Böyük A və kiçik A. Artıq ibtidai sinifdə bölümü xatırlayırsınız deyə çap yazısı böyük A, kiçik A, ona gedib gələ bilərsiniz. Aha, deməli A, B, C, D, E. Burada mən böyük bir şey eləmişəm, elə fərqinə varmışkən E hərfini, markerini, axırda sizə deyəcəm bunu nə üçün rəngində işləyimi. E, F, G, H, I, J, K, L, M, N, O, P, Q, R, S, T, U, V, W, X, Y, Z. Okay? İndi birlikdə deyirik. A, B, B, C, C, D, D, E, E, F, F, G, G, H, H, I, J, J, K, K, L, L, M, M, N, N, O, O, P, P, Q, Q, R, R, S, S, T, T, U, U, W, 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 X, X, Y, Y, Z, Z. İndi isə əlifbanı öyrəndikdən sonra gəlin belə bir qarşılaşdırma edək. Məsələn, B, W, B, W, E, E, I, C, C, S, C, S, C and S, S and C, okay? İndi isə ingilis dilində 5 dənə sayt var. Mən saytları mavi markerdən yazmışam, amma E hərfini unutmuşam mavi markerdən yazmaq üçün. Ona görə videonun lap əvvəlində qaranı artıq mavinin əvəz etdik. Amma bəzi hallarda Y, yəni Y hərfi, öz deyimizdən desək, sayt kimi götürülə bilər. Amma bəzən, həmişə yox. Gəlin indi saytlara baxaq. A, E, I, O, U, bəzən, çox vaxt 5 götürürlər, heç Y saymırlar, amma bəzən isə Y-dan istifadə edirlər. İndi isə növbəti videolarımızın, yəni əlifba videolarının növbəti qismində mən artıq part 2 və yaxud da 3 və yaxud da bir partda bitirəm, tam dəqiq bilmirəm. Artıq məsələn burada C hərfinin oxunma hissələri, oxunuşların izahları, nə zaman S kimi, nə vaxt K
kimi oxunur, onların hamısını izah edəcəm. Sizdən bu video tək bir dənə xahişim var. Hərflərin səslənməsini hər birini ayrı-ayrı əzbərləyin. Sizin üçün asan görünə bilər, amma bəzən mətn verildiyi zaman tələbələr çox çaşırlar. Yəni bir sözü doğru deyil də onu yazılır kimi tələffüz edirlər. Amma ingilis dilindəki olan hərflər Azərbaycanla fərqli olaraq yazıldığı kimi deyil də, düzdür, bizdə də yazıldığı kimi fərqli oxunan sözlər var o öz yerində. Amma ingilislərdə daha çoxdur bu. Daha çox deyəndə hamısı demək olar elədir. Deməli, bunları əzbərləyirsiniz. Növbəti videolara tapşırıq kimi izahdan sonra mən sizə mətn verəcəm. Və bu bir mətni video da həll edərik bərabər. Digər mətni isə ev tapşırığı olaraq qoyacağam. Həmin o ev tapşırığına baxarsınız. Yorumlar qismində hamı yazar. İnşallah bütün yorumlar qismində yazılan bütün rəylərin hamısına cavab verəcəm. Videomuz bu qədər idi. İnşallah növbəti videolarımızda görüşərik. Sağ olun.